İlk növbədə onu qeyd etmək istəyirəm ki, hər zaman birinci kubokun birinci oyunları daha çox meydanda taktiki savaş gedir. Birinci hissədə də onun şahidi olduq. Dəqiqələrlə rəqib, dəqiqələrlə biz hücuma çıxırdıq. Rəqibin çox sayılı standart vəziyyətləri var idi. Hamımız bilirik, çempionatın standart vəziyyətlərində ən təhlükəli komandalarından biridir. Ümumən ikinci hissədə də biraz sürəti artırdıq, biraz oyunun dinamikası artdı və çox şükürlər olsun Allaha ki, bizim üçün olduqca vacib olan qələbə qazandıq. Amma mən hər zaman bu ikili oyunlarda birinci oyunu hər zaman birinci hissə kimi qeyd edirəm ki, birinci hissəni oynadıq. İndi qarşıda bizi olduqca vacib ikinci hissə gözləyəcək. Yox, qəti şəkildə. Yəni, xüsusilə də rəqibin gücünü nəzərə alsaq, bilirik ki, rəqibin fərqlənmək üçün çox sayılı silahları var. İstər əks hücumlar olsun, istər mövqe hücumları, istər standart vəziyyətlər, outlar, kornerlər, cinah cərmə zərbələri. Bunları nəzərə alsan, qəti şəkildə, yəni, bugün 1-0 utduq, 2-0 utduq, 0-0 utduq. Mənim üçün ikinci oyun öncəsi eyni fikirdə olacaqdım. İndi hal-hazırda biz tez keçid eləməliyik çempionat oyununa. 3 gün sonra bizi Şamaxı ilə olduqca vacib oyun gözləyir və artıq oyuna köklənməliyik. Çox. Ümumən düz vurğulayırsınız, çempionat boyu əvvəlki mətbuat konferanslarında demişəm, bəlkə də ən çox problem yaşayan komandalardan idik zədə və cəza baxımından. Amma bilirsiniz, bəzən də olur ki, tam heyətlə çıxırsan, onda nəticə verə bilmirsən. Yenə də tam heyət, hamının formada olması təbii olaraq bizə əlavə bir üstünlük verir. Məşqçi olaraq rotasiyalar eləyə bilirsən, müəyyən dəyişikliklər eləyə bilirsən, taktiki gedişatlar eləyə bilirsən. Çox önəmlidir, amma yenə deyirəm, ola da bilər ki, tam heyətlə olasan, heç bir effekt alamayasan. O da var, o tərəfi də var məsələn. Muçinzi ilə dünən səfərdən gəliblər, biraz yorğundur. Sabah bizim az oynayan və oynamayanlara məşqimiz var və o yüzdən soruşdum özünü necə hiss eləyir. Yüngül ona məşq qoyub, sabah tam istirahət vermək istəyir. Çünki az oynayan və oynamayanlar sabah məşq eləyəcəklər. Fikirləşdik ki, bugün biraz da qatışla davam eləsin, yüklənsin, sabahlar tam istirahət verək. Sizdən gözləntilən böyük bir şəxsində uzatma, milli komandada bu yerində olanlar vəziyyətlərdə. Nəticə olaraq tabloda baxası olsaq, ümumilikdə sizlər bir qayda olaraq aşağı yuxarıdan baxısından yaxşı nəticələr verir son illərdə. Üzərinizə düşən demək artıqmasına komanda yerinə yetirir. Bu mövsüm artıq final demək olar ki, siz hər nəqədə qatıldanmışsınız da böyük üzrə məsələlər olur. Daha böyük büdcəylə, daha yaxşı nəticələr göstərə bilərmi? Baş məqsəd olaraq potensialımız və ya bir qədər narahat eləmir sizlərdə qalmağınız, sanki daha böyük uğurlara qarşısını kəsmiş. Yox, mən açığı üzrədə çox xoşbəxtəm və hər zaman da rəhbərimizə təşəkkür edirəm ki, mənə şərait yaradılar, mən məşqçi olaraq fəaliyyət göstərirəm. Birinci gündən təcrübəm hətta belə deyək, nə qədər də U21-də, U19-da təcrübəm var idi, amma yüksək liqa təcrübəm yox idi, güvəndilər, mənə şans verdilər. Mən bir daha rəhbəriyə fürsətdən istifadə edib təşəkkürümü bildirirəm. Təbii olaraq hamı istəyir, bütün məşqçilər kimi danışdırsa hamı deyəcək ki, daha böyük büdcə, daha yaxşı şərait, hamı onu istəyər, amma o hər şey deyil. O hər şey deyil və ola da bilər ki, böyük büdcəm olar, heç beşliyə düşə bilmərəm. Bunun hər cür tərəfi var. O orada siz elə məqamlarda artıq məşqçinin başqa keyfiyyətləri önə çıxmalıdır. Məşqçi çox elastik olmalıdır. Siz böyük büdcə ilə müəyyən fərqli gedişatlar olur, fərqli futbolçular olur, fərqli tələblər olur, psixoloji baskı olur və yaxud az büdcə ilə başqa bir problemlər yaşayırsan, fərqli durumlardır mənə görə. Və bu günləri mən şükür edirəm ki, mən bu komandanın baş məşqçisiyəm. İstər futbolçularım olsun, istər rəhbəri, istər komanda olaraq, cami olaraq, azarkeşlər olsun. Mən xoşbəxtəm ki, bu komandanın məşqçisiyəm. Əlimizdən gələn edəcək ki, inşallah bu il də uğurlu nəticə olsun, amma hamımız başa düşürük ki, bu il böyük rəqabət var çempionatda. Sağ olun. Bu fərqləri bundan əvvəl milli toplantıda mükəmməl olunmuşdur. Yəni növbəti oyunlarda da sizə oynamaq şansı var mı? Mikes bilirsiniz, sezon
sonunda müəyyən periodlarda zədə yaşadı. Həm əvvəlində, həm sonunda birinci hissə desək və qış fasiləsindən sonra günü-günə yaxşı formaya düşürdü və son zamanlarda hətta daima köməkçilərlə də söhbət elədikdə deyirdim ki, formasını yaxalayıb. Gəncənin oyunda da heyətdə başladı, Kəpəzin oyunda. Yaxşı qol fürsəti oldu, sonra Rüfətə yaxşı qol epizodu yaratdı və bilirsiniz, oynatmaq istəyirəm mən Mikesi. Yəni, oynatmaq istəyirəm və qarşıdakı turlarda da heyətdə başlamaq ehtimalı, şansı da çoxdur. Sadəcə olaraq hücum xəttində bir balaca rəqabət var, Eren var, Konate var, Mikes var, Papunaşvili var, Ceyhun var, bizdə İsa'nın öndə oynada bilirik. O yüzden də junior və o yüzden də çalışacağıq ki, hər oyunun ən yaxşı heyətini, 11-liyini formalaşdıraq və oyun planını quraq ki, sonuçta istədiyimiz nəticə əldə olsun. Yox, qəti bu sualı cavab vermək istəmirəm. And olsun Allaha, mən hal-hazırda fikirləşirəm ki, ikinci oyunda biz Turanın qarşısını necə alacağıq, biz necə oynayacağıq ki, mənə o maraqlandır hal-hazırda ki, biz mərhələni keçə bilək. Həqiqətən 1% olsun, məndə istəyir bugün 3-0-da olsaydı, mən rahatlaşmayacağım. Çünki Turan həqiqətən də hücum potensialı fərqli bir komandadır. Özünüz də bilirsiniz ki, hər an, hər situasiya fikir verin, 2-0 qələbə qazanmışıq, amma nə qədər təhlükəli standart vəziyyətlər oldu, dönən toplar oldu. Daima komanda biz 2-0, 1-0 elədikdən sonra hücumdaydı. Biz məcbur olduq, biraz müdafiədən oynadıq, gol vurduqdan sonra. Yəni, rəqibi nəzərə alsaq, mən 0-0-1% fikirləşəmirəm ki, biz finala çıxdıq yoxsa yox.